İdarəetmədən çıxan maşın kanallaşıb. İçərisində olanlar boğularaq ölüb. Hadisə gecə saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verib. 22 yaşlı Vasif Həsənlinin idarə etdiyi mini avtomobili sərt döngədə idarəetməni itirərək yolun kənarından keçən su kanalına aşıb. Qəza nəticəsində mini avtomobilində sərnişin qismində olanlar 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə hadisə yerində ölüblər. Sürücü xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 2 qardaş, bir əmioğlu. Elə kənd sakinidir. Biri də elə kənddəndir, bir də Adəm Əlinin oğludur, evin tək uşağıdır. Biri də Bəydildən, o da tək uşaqdır. Axşam gəliblər, indi keçiblər buradan. İndi kənddəymişlər də, yəni Bəydilliyə dostlarım qoyarlar, elə bu istiqamətdən gəlin maşını yığışdıramıyor. Rəhmətə gedirlər, Allah rəhmət eləsin. Çox gözəl insanlar idi, çox qəşəng uşaqlar idi. Baş verən qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki, qəzada ölənlərdən sürücü və Rusif Həsənli qardaş, İldırım Həsənli əmioğlu və digər 2 sərnişin dost olublar.